May ayının dərsləri ya 3-ü, ya da 6-sı başlayacaq. Artıq qrupu yaratmışam. Müəllimləri də az-az qəbul etmişəm, qrup əlavə etmişəm. Dərslər 3 istiqamətdə aparılır, amma situativ testlər də işlərsiniz. Yəni psixoloji cəhətdən, məntiqi cəhətdən də artıq hazır olursunuz imtahana. Adi, sadə suallar verilmir dərs prosesində. Yəqin ödənişsizdə də hiss edirsiniz. Situasiyaları yaradıram və sizin imtahana daha yaxşı hazır olmanız üçün mükəmməl bir addımdır. Əgər məsuliyyətli olsanız, %100 nəticəniz ürəkaçan olacaq. Çünki yəqin mənim nəticələr videoma baxmısınız. MIQ-çilərin belə yüksək nəticə toplayıb. Hansı ki, MIQ imtahanı diaqnostikadan qat-qat daha çətindir. Burada MIQ-çilər varsa özləri bilir. Yəni MIQ imtahanı, müəllimlərin işə qəbul imtahanı diaqnostikadan daha çətin olur. İndi sertifikasiya deyə bilmirəm hələ olmayıb deyə, amma diaqnostik imtahandan daha çətindir və orada belə müəllimlər 40+ yığan müəllimlərim çoxdur, 50+ yığan müəllimlərim də əlbəttə var. Eləcə də diaqnostikada yenə nəticələrə baxmısınızsa 55 üstü, 56, 57, 58 hələ bu arada 2 müəllimi unutmuşam. Bunlar da yazıblar. Biri 57, biri də 58 bal toplayıb. Bunları da paylaşacağam. Yəni əgər özünüz əzmli olsanız yadınızda saxlayın. Yəni nəticə toplamanız %100 təlimçidən asılı deyil. Onun hardasa bir 40-50% sizdən də asılıdır. Çünki mən burada hər bir şeyi xırdalığına qədər öyrədim. Burada əlbəttə mənimsəyəcəksiniz. Amma evdə dərsi özünüz oxumasanız o mövzular beyninizdən uçub gedəcək. Bax, yenə qeyd edirəm. Düzdür, mən burada hər tərəfli o mövzunu sizə mənimsədəcəm. Öyrənəcəksiniz, amma bilirsiniz təkrar nə qədər vacib deyil. Yəni özünüz boş vaxtınızda onu təkrar etməsəniz, özünüzdə məsuliyyət hiss etməsəniz, bunu hər bir təlimçi dəstəkləyər, inanıram. Çünki sizdən də çox şey asılıdır. Həmən stəhlənkər yanaşı, müəllim zorla gətirsin, beynimə qoysun məlumatı belə olmur. Dərs prosesi maksimum 2 saat sürür, düzdür? Qalan vaxtı siz özünüzlə baş-başa qalırsınız və əgər ki, siz dərsləri, təlimatları vaxtında yerinə yetirməsəniz, inanın mənə, nəticə o qədər də ürəkaçan olmur. Ona görə mən müəllimləri qrupuma əlavə edəndə qeyd edirəm. Baxın, deyir ki, dəqiqmi nəticə əldə edəcəm. Deyirəm, əgər verdiyim təlimatları yerinə yetirəcəksinizsə, %100 sizə qaranti verirəm ki, nəticəniz ürəkaçan olacaq. Yox, əgər ki, səhlənkar yanaşacaqsınızsa, ona mən heç nə də bilmirəm. Yenə qeyd edirəm, qruplara qoşulmaq üçün qrupu yaratmışam artıq. Müəllimlərin bir qismini əlavə etmişəm, hansı ki, bu gün yazıblar. Qalanları da qeyd edərsiniz, qrupa əlavə edəcəm. İndi başlayıram izaha. Deməli, müəllimlər, məşğələnin idarə edilmə mexanizmləri olacaq mövzumuz, hansı ki, bu gün seçim verdim. Müəllimlərin əksəriyyəti bu mövzunu seçib və bunun ətraflı sizə izah edəcəm. Yenə qeyd edirəm, dərsdə əgər ki, diqqətli olsanız, elə dərs prosesində mövzunu mənimsəyəcəksiniz. Sonra mütləq ki, oxumaq lazımdır, vacibdir. Baxın, məşğələni fəal şəkildə saxlamaq üçün, yəni stabil, xaosdan qaçmaq üçün, ümumiyyətlə uşaqlarda nizam-intizam qaydalarını formalaşdırmaq üçün, davranışları formalaşdırmaq üçün, yəni onları disiplinli yetişdirmək üçün bu mexanizmləri tətbiq etmək, təşkil etmək mütləqdir. Və məşğələnin idarə edilmə mexanizmləri dedikdə burada gözləntidir, qaydadır, prosedurdur, bir də ki, konflikt həllidir. Bu dördünü düzgün şəkildə təşkil edən müəllim, düzgün şəkildə həyata keçirən, reallaşdıran müəllim, inanıram ki, dərsini də fəal şəkildə təşkil edəcək. Yəni, bilirsiniz, uşaqlar çox fəal olur, hədsiz dərəcədə fəal olur və əgər ki, siz o qaydaları düzgün şəkildə təşkil etməsəniz, eyni zamanda uşaqlarda o düzgün davranışı formalaşdırmasanız, tez-tez xaos yaranacaq qrupunuzda. Yəni, təlimdə siz bilməyəcəksiniz mövzunu uşaqlara ötürəsiniz, yoxsa onları sakitləşdirəsiniz. Anlayırsınız? Yəni, müsbət həm emosional mühit pozulacaq, həmçinin uşaqlar konfliktə meyl edəcək. Həmçinin siz dərsinizi tam olaraq uşaqlara ötürə bilməyəcəksiniz. Yəni, effekt əldə etməyəcəksiniz dərsinizdən. Ona görə bunları mütləqçi reallaşdırmaq lazımdır. Və gözləntilərdən ilk öncə başlayaq. Normal tədris mühitinin, baxın, normal tədris mühitinin saxlanılması, qorunulması üçün mütləq bu mexanizmlər həyata keçirilməlidir. Və gözlənti normal tədris mühitinin saxlanılması üçün müəyyən edilmiş təlimatlar sistemidir, hansı ki, bu təlimatları uşaqlara aydın şəkildə izah etmək lazımdır. Uşaqlar onu tam olaraq anlamalıdır ki, onlardan nə gözlədiyini dərk etsinlər və ona uyğun addım atsınlar. Yəni, mən uşağa desəm ki, sakit dur, yerindən qalxma və yaxud başqası danışanda qətiyyən dinlənmə. Uşaq bilməyəcək ki, müəllim bunu nə üçün deyir? Niyə məndən bunu gözləyir? Ona görə biz gözləntilərimizi mütləqçi uşaqlara açıqlamalıyıq. Yəni, izah etməliyəm ki, gözlənti nədir? Yəni, uşaqdan nə gözləyirəm? Necə davranmağını gözləyirəm? Hansı addım atmağı gözləyirəm? Və bunu izah etmək lazımdır. Ələxüsus da siz 1-6 yaşlı uşaqlarla çalışırsınız. Onların, bilirsiniz, təcrübəsi də, məlumatı da daha azdır. Ona görə hər bir şeyin izahı mütləqdir burada. Həm əyanilik təmin etmək, həm də izah etmək. Və mən uşağa yenə qeyd edirəm. Qeyd etsəm ki, qaçmayın. Bax, qaçmayın, olmaz qaçmaq. Uşaq deyəcək ki, müəllim nəyə görə mənə belə deyir? Və yaxud deyəcəm ki, ora çıxma. Amma izah etmirəm nəyə görə çıxmasın, izah etmirəm nəyə görə qaçmasın, izah etmirəm nəyə görə başqasını danışarkən sözünü bölməsin. Uşaq anlamayacaq onu. Ona görə gözləntiləri qurarkən mütləq izah etmək lazımdır. Yəni, dəqiq şəkildə uşağa çatdırmaq lazımdır ki, qrupa yazdınız siz limitdə olub deyə.
Çünki müəllimlər, aha. Ona görə uşaqlara konkret olaraq çatdırmaq lazımdır ki, mən səndən nə gözləyirəm? Mənim səndən gözləntim nədir? O zaman əlbəttə normal tədris mühitini qoruyub saxlayacağam. Çünki bu təlimatları uşağa aydın ötürdüyüm üçün uşaq artıq biləcək ki, müəllim nəyə görə belə dedi? Müəllim nə üçün məndən bunu gözləyir? Və gözlənti iki cürdür. Biri müsbət, biri mənfi gözlənti. Bunu konstruktiv, destruktiv deyə də adlandıra bilərik. Baxın, müsbət və mənfi eyni rəyimiz kimi də, rəyimiz bilirsiniz, əks əlaqə, konstruktiv rəy, destruktiv rəy. Bu da bir növ elədir. Yəni ya uşaqlara müsbət gözlənti qururam, ya da mənfi. Mənfi gözlənti heç vaxt effekt vermir. Mənfi gözlənti uşaq yönümlü təhsilə ziddi, ənənəvi təhsilə daha çox istinad edir. Müəllim yönümlü təhsilə daha çox istinad edir. Ona görə ümumiyyətlə ailə içində də, yəni uşaqlarınıza qarşı da, övladlarınıza qarşı da hər zaman müsbət gözləntidə olun. O zaman əlbəttə ki, onlardan o gözlədikləriniz də reallaşacaq, o şəkildə davranacaqlar. Eyni zamanda bağçada da, yəni tərbiyəçi müəllimsiz, uşaqlara hər zaman müsbət gözlənti qurun. Konstruktiv gözlənti nədir? Yəni mən müsbət şəkildə gözləyirəm ki, onsuz da səndə alınacaq, sən bacaracaqsan, mən sənə inanıram. İndiki uşaqlar çox savadlıdır. İndiki uşaqlar belə deyim, özlərini daha çox belə deyim, bacarıqları nümayiş etdirirlər, daha hərtərəfli formalaşırlar bir şəxsiyyət kimi, ötürdüyünü daha tez mənimsəyirlər, potensialı daha yüksəkdir, daha çox kompetensiyaya malikdirlər və s. Görürsünüz, yaxşı şeylər gözləyirəm uşaqdan. Mənfi gözlənti odur ki, onsuz da səndə heç nə alınmayacaq, onsuz da bacarmayacaqsan, yalnızca o işi niyə yerinə yetirirsən? İndiki uşaqlar çox tərbiyəsizdir, indiki uşaqlar çox savadsızdır. Görürsən, mənfi nələrsə gözləyirəm. Bu, bir insana deyiləcək sözlərdir, məncə deyil. Bu, normal böyük insana da sən mütəmadi olaraq desən ki, səndə alınmayacaq, mən sənə inanmıram, onsuz da bacarmayacaqsın. İnanın mənə, həqiqətən o insana psixoloji olaraq mənfi şəkildə təsir edirsiniz. Uşaq da elədir. Onun özünə inamını azaldırsınız. Amma bir şey bəlkə də uşaq mükəmməl bacarmır, amma siz onu motivasiya etdikcə görürsünüz necə gözəl, əlindən gələn hər bir şey edir. Yəni əlindən hətta gəlməyəndən, yəni bunu bacarmır, amma daha çox istəyir ki, onu alındırsın, sizdən dəstək gözləyir, məsəl üçün sizdən nəyisə soruşur, yəni hərtərəfli özünü nümayiş etdirir orada, bacarıqlarını əlbəttə. Çünki müəllim onu motivasiya edir, müəllim onu həvəsləndirir. Ona görə bugünkü təhsildə həvəsləndirmə, motivasiya etmə, uşaqla əks əlaqə qurmaq, konstruktiv rəy vermə bu qədər önəmlidir. Görürsünüz, hər bir mövzuda konstruktiv rəydən də qeyd edirik. Hər bir mövzuda sağlam psixoloji mühitdə qeyd olunur. Hər bir mövzuda müsbət emosional mühit elə sağlam psixoloji mühit kimi görürsünüz vurğulanır. Motivasiya, həvəsləndirmə nə qədər çox vurğulayırıq. Çünki çox vacibdir. Uşaqlarla işləyəndə ələxüsusda çox vacibdir. Və gözlənti də eynən elədir. Müsbət gözlənti qurursunuz hər zaman, mənfi gözlənti destruktivdir. Yadınızda saxlayın. Həm ego yönümlü olur, həmçinin ancaq pis şeylər gözləyirsiniz uşaqlar. Yəni baxırsınız ki, cümləni oxuyursunuz, situasiyada necə verəcək? Bax, situativ testlər deyirsiniz, müəllimə göndər. Situativ test nədir? 4 variantda verir mənfi, bir vəziyyət yaradır, birində müsbət və yaxud 4-ündə müsbət yaradır, birində mənfi. Amma ancaq yalnız lakin sözləri varsa 99% hallarda o variant səhvdir. Bax, amma, ancaq, yalnız, bircə, bax, bu sözlər varsa, deməli, test 99% halda yanlışdır, səhvdir. Anlayırsınız? Ona görə situativ testlərə diqqətlə yanaşsanız, məntiqən onu tapmaq o qədər asandır. Oxuyursunuz, baxırsınız ki, bu cümlə digərlərindən uyğun gəlmir. Yəni, əslində 4 variantı oxuyursunuz, məsəl üçün 5 variant olur əksərən və yaxud 4 variant deyək ki, testi 4 variantlı. Oxuyuram, baxıram ki, üçü eynidir, bir-birinə bənzərdir. Üçü də məsəl üçün uşağı həvəsləndirməyə, uşağı ruhlandırmağa, uşağın tərəfində olmağa yönəlikdir. Bir amma nəsədə mənim ürəyimə yatmır. Nəsə bu cümlə uşaq tərəfli düşünmürəm sanki, uşaq yönümlü deyil. Və yaxud uşaqlarda davranış formalaşdırmağa uyğun bir metod deyil. Və baxıram, artıq məntiqən seçirəm ki, bu variant yanlışdır və həqiqətən belə məntiq yürüdən müəllimlər situativ testləri asanlıqla işləyirlər. İndi gözlənti də eynən elədir. PDF-mi yazmayın. Bu hər dərs mənim PDF-mi yazan kimdir. Oxuyuram, görürəm ki, həqiqətən gözlənti, müəllim yaxşı gözlənti. Yəni deyir ki, uşağı həvəsləndirir də, səndə alınacaq, bacaracaqsan, mən sənə inanıram. Sən bilirsən nədən başlamaq lazımdır. Axı sən hər zaman böyüklərə hörmət edirsən, sən hər zaman, misal üçün, nə edir deyək ki, başqaları hər hansı bir işlə məşğul olanda onlara mane olmursan, görürsünüz, yaxşı bir şeylər ötürəm uşağa. Birində də deyir ki, mən bilirəm ki, səndə alınmayacaq. Onsuz da indiki uşaqlar potensialı çox zəifdir. İndiki uşaqlarda tərbiyə yoxdur. Görürsünüz, seçmək asandır, digər variantlardan əlbəttə asandır. İndi mənfi müsbət gözləntini düşünürəm ki, asanlıqla seçəcəksiniz və gözləntilər necə olur? Asan olmalıdır. Ümumiyyətlə, gözləntidə, qaydada, prosedurda asan yerinə yetirilə bilən olmalıdır, anlaşıqlı olmalıdır, sadə dildə qeyd olmalıdır ki, uşaq onu dərk etsin, başa düşsün. Yəni, mən terminlərdən istifadə etsəm, böyük insanlarıq da, sizdə, bizdə, indi mən özümdə. Baxmayaraq ki, təlimçiyəm, indi, misal üçün, bütün terminlərin mənasını bilirəm. Amma əvvəl bilirdim, xeyr, uşaq olanda ümumiyyətlə məncə heç bir terminin mənasını bilmirdim. Eynən sizdə. Görürsünüz, yeni, yəni oxuduqca, öyrəndikcə yeni terminlərin açıqlamasını bilirik. Amma uşaq bilmir axı, o kitab oxumur bağça dövründə, hələ körpədir.
Ona termindən təsəvvür edin, mən gözlənti qururam, terminlərdən istifadə edərək qayda, prosedur. Uşaq belə baxacaq ki, müəllim burada nə deyir görəsən. Ona görə açıqlamaq mütləqdir, yəni sadə dildə anlaşıqlı, başa düşülən, yerinə yetirə bilən və geniş. Geniş nədir? Bir də təsdiq cümləsində olmalıdır. İnkardan istifadə etməməliyik. Yəni inkar cümlələrdən qaçmalıyıq daha çox bağça dövründə. İnkar nədir? Məsəl üçün danışma, qaçma, etmə, eləmə. Görürsüz bu inkardır. Bir də var deyirəm ki, belə et, yəni yavaş danış, yavaş yeri, daha sonra başqası söz deyəndə sona qədər dinlə. Görürsüz bu təsdiq cümləsindədir. İnkar odur ki, deyirəm ki, etmə, eləmə, müamilə şəkilləri. Deməli, gözləntilər dedik geniş olmalı. Geniş nədir? Yəni bu da davranışla bağlıdır ümumiyyətlə gözləntilər. Yəni sadəcə bağçada deyil. Eyni zamanda uşaq cəmiyyət içində də bilməlidir özünü necə aparmaq lazımdır. Evdə də o davranışları sərgiləməlidir. İndi 3 istiqamətdə biz gözlənti qururuq, onu izah edəndə anlayacaqsınız. Yəni mən uşağa deyirəm ki, böyük içəri daxil olanda ayağa qalxaraq biz ona hörmət nümayiş etdiririk uşaqlar. Böyüklər içəri daxil olanda ayağa qalxırıq. Bax təsdiq cümləsindədir, müsbətdir, bəli. Və uşaq artıq bilməlidir ki, sadəcə bağçada misal üçün tərbiyəçi müəllim və yaxud rəhbər içərgəndə ayağa qalxmaq lazım deyil. Eyni zamanda evdə də. Böyüklərimiz ata-ana içəri daxil olur, ayağa qalxaraq hörmət nümayiş etdirirsən. Nənə-baba içəri daxil olur və yaxud hər hansı bir qonaq ayağa qalxaraq hörmət nümayiş etdirirsən. Və yaxud başqası ilə ünsiyyət qurursan da, ünsiyyət mədəniyyətidir bu. Ünsiyyət qurursan, onu sona qədər dinləməlisən. Sözünü 2 dəqiqədən bir bölsən həmin o qarşı tərəfin, o fikrini sənə aydın olaraq çatdıra bilməyəcək. Həmçinin bu qıraqdan nə mədəni görünmür, nə də ki, hörmət nümayiş etdirmirsən bu şəkildə. Ona görə uşağa hər bir şey açıqlamaq lazımdır. İndi geniş də deyəndə yenə qeyd edirəm. Sadəcə qrup daxili deyil, yəni ümumi evdə də, cəmiyyət içində də uşaq bilməlidir ki, necə davranmaq lazımdır. 3 istiqamətdə gözləntilər qururuq. Biri məsuliyyətlə bağlı, biri təhlükəsizlik, biri də ki, deməli olacaq məsuliyyət, təhlükəsizlik, bir də hörmət. Məsuliyyət odur ki, məsələn, uşaqlara deyirəm, uşaqlar, oyuncaqla oynadıqdan sonra onları yerinə yığın. İzah edirəm. Baxın, gözləntini qurdum. İndi izah edirəm. Uşaqlar, bax, indi biz oyuncaqları yerə töksək, onlar qırılacaq, düzdür? Bax, sındılar oyuncaqlar. Sonra nə ilə oynayacağıq? Oyuncaqlarımız olmayacaq axı. İstəyirik ki, oyuncağımız olmasını istəmərik. Axı biz ondan hər zaman oynayırıq, izah edirəm. Və uşaq artıq anlayır ki, nəyə görə müəllim ondan bunu istədi, nəyə görə müəllim bunu gözlədi. Və yaxud, səsim açıqdırmı, danışıram öz-özümə. Aha. Və yaxud deyirəm ki, uşaqlar, baxın, özümüzə lazım olan, əslində bu şəxsi və sosial məsuliyyətdir. Şəxsi və sosial məsuliyyət səriştəsi var. Onu bilirsinizsə, gözləntilərdə də məsuliyyəti asanlıqla tapa biləcəksiniz, elə digərlərində. Baxın, deyirəm ki, uşaqlar, özünüzə lazım olmayan əşyaları atmayın. Onları gəlin indi atmayın deməyək. Yəni onları ehtiyacı olan birinə verin. Baxın, indi izah edirəm. Bax, sənə o lazım olmaya bilər, sənin ona ehtiyacın olmaz. Amma digər uşağın ona ehtiyacı olar və sən belə etdikcə, əslində onun qayğısına qalırsan, birinə bölüşürsən, dostluq nümayiş etdirirsən və s. izah etdim. Və yaxud tapşırığı vaxtında yerinə yetirin. Bax, görürsünüz, deyirəm ki, tapşırığı gecikdirmə demirəm. Gecikdirmə bu inkar cümləsində. Deyirəm ki, tapşırığı vaxtında yerinə yetir. Vaxtında təhvil ver. Və yaxud indi uşaqlar bağçada yenə qeyd edirəm. Körpədə deyə vaxt anlayışı, zaman anlayışı. Düzdür, orta qrupdan formalaşdıqda sadə məktəbə hazırlıq qrupunda uşaqlar bilir. Yəni mən deyə bilmərəm uşaqlar vaxtında bağçada olun. Bilmir axı, onun valideyn maksimumun əvəzinə yerinə yetirə bilər. Amma məktəbdə nə deyəcəklər? Deyəcək ki, vaxtında dərsdə ol. Məktəbə vaxtında gəl. Bu da nədir? Məsuliyyətdir. Anlayırsınız? Yəni vaxtında nə isə yerinə yetirmək, davranmaq bu məsuliyyətlə bağlıdır. Daha sonra hörmət. Hörmət nədir? Misal üçün uşaqlara deyirəm ki, böyüklər içərgəndə ayağa qalxın. O zaman siz o qarşı tərəfə hörmət nümayiş etdirmiş olursunuz. Və yaxud deyək ki, yaşlı insan var, dayanacaqda və yaxud avtobusda deyək və yaxud nə olur olsun da, hər hansı bir nəqliyyatda içəri daxil olur, yer yoxdursa qalxın ona yer verin. Bu da hörmət nümayiş etdirməkdir. Və yaxud başqasının söz danışanda onu sona qədər dinləyin. Və sair və ilahi də. Görürsünüz, hörmətlə mi bağlıdır? Bəli, yəni qarşı tərəfə hörmət nümayiş etdirirəm. Bu da hörmətlə bağlı olan o istiqamətdə reallaşdırdığımız gözləntilərdir. Daha sonra bizim təhlükəsizliklə bağlı. Təhlükəsizlik misal üçün, uşağa qaçma demirəm. Demirəm, uşaqlar qaçmayın. Yəni bu qadağa etməkdir nə isə bilirsiniz. Yəni normal insan psixologiyası elədir, qaydaları da izah edəndə anlayacaqsınız. Yəni mənim özüm nə isə qadağa etsələr, yəni özümə bəzən nə isə qadağa edirəm, elə çox istəyirəm. Bəlkə başqa vaxt heç ağlıma düşməz o. Amma sırf qadağa etdim deyə daha çox onu arzulayıram, daha çox onu etmək istəyirəm. Uşaq da elədir, insan psixologiyasıdır. Birdə nədir, 70-də də odur. İndi mən nə edirəm? Uşaqlara etmə demirəm. Deyirəm ki, nə deyək? Deyirəm asta yeri. Asta yeri və izah edirəm. Bax, sən qaçsan, yıxılarsan, xəsarət alarsan və yaxud deyirəm ki, dəhlizdə asta yeriyin. Məsələn, qaçarsan, toqquşarsınız digər uşaqla, yenə xəsarət alarsınız. Və yaxud indi kəsici deşici alətlərə qarşı təhlükəsizlik. Təhlükəsizlik hər bir istiqamətdə. Siz yolda da tanımadığınız insanlarla danışma demirəm. Tanımadığınız insanlardan
Heçini almayanı necə təsdiq cümləsində deyək. Bir saniyə düşünək görək. Tanımadığımız insanlardan heçini almamalıyıq. Onu necə təsdiq cümləsində deyək. Tanıdığınız insanlardan nə isə götürün. Tanımadığınız insanlara yaxın getməyin, yenə inkar cümləsindədir. Hardasa yəqin ki, inkardan istifadə etmək lazımdır. Necə qaçınaq bundan? Bir saniyə düşünək görək. Fikirləriniz varsa deyin sizdə, chat bölməsində baxacağam. Misal üçün, mən istəyirəm ki, uşaq sahibsiz itə yaxın getməsin ki, onu dişləyər. Deyirəm ki, sahibsiz itin yanından sakit keç. Bax, sakit keç. Çünki sən onu qıcıqlandırsan, o səni dişləyəcək. Bax, bu cür olar əslində. Bu cür gözləntilər qurmaq olar. Gördünüz, həmçinin izah etdim ki, nəyə görə? Tanımadığın insandan nəsə də alsan, o, misal üçün, sənin üçün təhlükəli ola bilər. Tanıdığınız insanlardan uzaq olmaq bizim təhlükəsizliyimiz üçün çox vacib. Ay, sağ olun, Aynur müəllimə. Çox gözəl. Çox gözəl. Tanış olmayan insanlar təhlükəli ola bilər. Bəli, əla, əla. Tanımadığımız insanlarla danışmasaq yaxşı olar. Əla, Nigar müəllimə, Səlimə müəllimə, mükəmməl. Nəzrin müəllimə nə deyir? Tanımadığınız insanlar sizə zərər verə bilər, düzdür. Bax, çox gözəl. Yəni, əsas odur ki, nəyisə qadağan etməyək. Qadağan etsək, uşaq daha çox onu etmək istəyəcək. Bir də ki, ümumiyyətlə, gözlənti quranda mütləq açıqlama vermək lazımdır. Hər bir şeylə bağlı. Bax, uşaq ola bilər ki, oyuncağı görürsüz sındırır. İndi düzdür, 1-3 yaşında bu normaldır da, onu kəşf etməyə çalışır. Amma böyük yaş qrupunda görürsünüz, uşaq oyuncağı sındırır, onu izah etmək lazımdır. Məsəl üçün, mən ona qadağan etsəm ki, oyuncağı qırma. Bax, apar qoy yerinə, qırma onu. Və yaxud cəzalandırsam, uşaq qorxacaq da, artıq qorxu ilə onu qırmamağa çalışacaq və yaxud elə uşaq var ki, heç qorxmur da, yenə bildiyini edir. Amma izah etsəm ki, nəyə görə o oyuncağı qırmamalıdır, o zaman inanın mənə, yəni əks əlaqə qururam da, daha çox effekt verəcək bu proses. Yaxşı, daha sonra qaydalara, bir də prosedurlara nəzər yetirək. Gözlənti yenə qeyd etdim. İki cür gözləntimiz var, müsbət və mənfi. Müsbət hər zaman istifadə etməli olduğumuz, yəni konstruktiv gözləntilərdir, yaxşı gözləntilər və uşağı istiqamətləndirməyimizdir. Mənfi gözlənti isə yəni pisdir. Hər zaman nəyisə pisini gözləyir. Pessimistəm də, belə deyim. Pessimist insanımsa hər zaman mənfi nəyisə gözlənti quracam və mənfi nələrsə gözləyəcəm. 3 istiqamətdə gözlənti aparırıq. Hansıdır? Məsuliyyət, deməli, hörmət, bir də ki, təhlükəsizlik. Bunlardan nümunə verdim. Gözləntinin özünün tərifi nədir? Normal tədris mühitinin saxlanılması üçün müəyyən edilmiş təlimatlar sistemi. Baxın, təlimat verirəm uşağa. Bu da təsdiq cümləsində olmalıdır. Sadə, anlaşıqlı, başa düşülən, yerinə yetirilə bilən olmalıdır. Mütləq. Yəni, uşaq anlamalıdır da onun mahiyyətini. Bir də geniş olmalıdır gözləntilər, sayca da məhdud. Yəni, çox hədsiz gözlənti qurmaqda uşağı yorar. Deməli, qaydalara gələk. Qaydalar davranışla bağlıdır. Baxın, prosedurlarımızda var. Prosedur fəaliyyətdir, amma qaydalar davranışla bağlıdır. Qaydaların sayı 3-5-dən artıq olmamalıdır. Çox qayda uşağı yenə sıxacaq. Yəni, sanki uşağı məhdudlaşdırıram. Ona görə qaydaların sayı 3-5 yetərlidir. Və qayda da prosedurda yadınızda saxlayın. Tədris ilinin əvvəlində mütləq tərtib edilib hazırlanmalıdır. Mütləq. Baxmayaraq ki, baxın, istisna yoxdur. İstisna yoxdur. Mənim uşaqlarım çox nizam-intizamlı ola bilər. Mənim uşaqlarım çox disiplinli uşaq ola bilər. Həqiqətən özləri qayda qanuna əməl edən uşaq ola bilər, amma yenə də mütləq, baxın, istisna yoxdur. Tədris ilinin əvvəlində qaydalar da, prosedurlar da mütləq ki, təşkil olunmalıdır, tərtib edilib hazırlanmalıdır. Qaydalar mənfi davranışa məhdudiyyət qoymaq üçündür. Qayda ümumi həyatda, bax, real olaraq ətrafımıza baxaq, qaydalar var da, düzdür, yüksək sürəti aşma və sarı yol hərəkəti qaydalarında və yaxud zibili yerə atma və yaxud indi fərqli də qaydalar, o qədər qayda ilə rast gəlirsiniz gündəlik həyatda. Bax, o qaydalar nə üçündür? Bizim mənfi davranışlarımızı məhdudlamaq üçün. Düzdür, məhdudlayır. Yəni deyir ki, bu davranışı sərgiləmə, olmaz. Zibil atsam hər yer çirkli olacaq. Bu, eyni zamanda bizim üçün də təhlükəli bir vəziyyətdir. Baxın, yüksək sürət aşsam, bu mənim üçün də təhlükəlidir. Digər insanlar üçün də təhlükə törədirəm. Görürsünüz, mənfi davranışdır, bəli. Və bunu qayda təşkil edərək məhdudlayırlar. Eyni zamanda bağçada da elədir. Uşaqlar körpədir və həqiqətən dedim, mənfi davranışlar sərgiləyə bilirlər. Vulqar ifadələrdən istifadə edə bilər. Elə uşaqlar dişləyə bilər, digər uşaqlarla konfliktə meyillidir. Elə uşaqlar zibili ancaq yerə atır, eləsi var oyuncağı sındırır. İndi fərqli mənfi davranışlar sərgiləyirlər. Və mən ona görə qaydaları təşkil etməliyəm. Vacibdir, mütləqdir. Və qayda, yenə qeyd edirəm, mənfi davranışa məhdudiyyət qoymaq üçündür. Qaydaların sayı 3-5-dən artıq olmamalıdır. Qaydalar, baxın, diqqətlə dinləyin, elə bilin ki, testin bu situasiya yaradılsa imtahanda elə hamısını yazmısınız. Deməli, qaydalar təsdiq cümləsində, təsdiq, bir də əmr formasında olmalıdır. Baxın, qayda, təsdiq, ümumiyyətlə gözləntidə, qaydada, prosedurda təsdiqdir. Amma qaydalar eyni zamanda əmr formasında olmalıdır. Anlayırsınız? Yəni, əmr edirəm uşağa ki, asta danış, yavaş yeri, yaxud asta yeri, daha sonra zibil qutusuna at. Daha sonra nə deyək? Dostlarınla hörmətamiz danış.
və s. Bu cür, yəni təsdiq cümlələrindən əmr formasında qaydalar təşkil edirik. Qaydaları hazırlayarkən uşaqlarla birlikdə hazırlamaq mütləqdir. Baxın, uşaqlarla birlikdə niyə? Çünki mən özüm əgər nəyisə hazırlayıramsa, tərtib edirəmsə, daha çox ona əməl etməyə çalışacağam. Bu da insan psixologiyasıdır. Yəni anlayırsınız, mən özüm hazırlamışam deyə bir növ nümunə kimi, rol model kimi daha çox ona əməl etməyə başlayacağam. Ona görə uşaqlarla hazırlansa qaydalar daha çox effekt verəcək. Qaydaların sayı məhduddur, amma yenə qeyd edirəm, əsas məqsəd nədir? Yəni mən qrupa baxıram, görürəm harda mənfi davranışlar var. Yəni konkret olaraq misal elə şey var ki, gözlənti ilə onu həll etmək olur. Baxıram ki, amma burada mütləq ki, qayda olmalıdır. Çox mənfi davranışda onu mütləq tez gətirirəm, qaydaları tərtib edirəm. Qaydaları möhkəmləndirmək üçün və yaxud uşaq daha yaxşı anlasın deyə mütləq ki, illüstrasiyalar, yəni şəkillərdən istifadə edirik. Plakatda həmin o qaydalar əks olunur, uşaq gördükcə xatırlasın və o qaydanı pozmaqdan çəkinsin. Daha sonra qaydaları yenə müsbət cümlədə olmalıdır, yəni təsdiq cümləsində asan şəkildə, anlaşıqlı, başa düşülən, yerinə yetirilə bilən çətin qaydaları uşaq yerinə yetirə bilməyəcək. Ona görə asan olmalıdır, yerinə yetirə bilən, anlaşıqlı, mütləq. Bax, bunlara diqqət yetirmək vacibdir. Və yaxud istəyirsiniz, əslində 2 dənə plakat ola bilər. Daha doğrusu bir qaydaya uyğun 2 rəsm ola bilər. Birində uşaq zibili yerə atır və orada nəsə mənfi görüntü var. Birində zibil qutusuna atır. Orada da misal üçün belə qalaçka, yəni yaxşı bir davranış kimi işarə qoyursunuz. Bax, o da çox yaxşıdır. Uşaq baxır, artıq müqayisə edir, görür, hə, deməli bu daha yaxşıdır zibil qutusuna atmaq. Və yaxud birində uşaq qışqırır, orada nəsə mənfi, yəni X qoyuruq. Birində asta danışır, indi orada tez bir dənə qalaçka. Birində uşaq konflikt edir, dava edirlər uşaqlar. Orada tez X qoyuruq. Birində uşaqlar dostluq edirlər, oyuncaqları bölüşüb birlikdə oynayırlar. İndi onun bir dənə belə deyim, illüstrasiya şəklində tərtib edirsiniz. Onda tez, yəni müsbət işarə qoyuruq ki, bəli, bu doğru davranışdır. Yəni baxın da, indi sizin özünüzdən asılıdır. Əsas odur ki, yenə qeyd edirəm, uşaq yerinə yetirə bilən olsun və anlaşıqlı. Daha sonra qaydalara baxın, pozanda normalda həqiqətən real həyatda da elədir. Qaydanı pozan kimi nə edir? Tez bizi zərbələyirlər və yaxud nəsə bir cəza gözləyir. Amma bağçada uşaqlar körpədir. Ümumiyyətlə, uşaq yönümlü təhsil cəzaya da qarşıdır, qətiyyən. O deyir, cəzadan istifadə etmək. İstər ədalətli olsun, istər nə olur olsun. Cəzadan qaç. Həmçinin uşağı nəyisə qadağan etmə tərəfdarı da deyil. Deyir, qətiyyən uşağı nəyisə qadağan etmə. İcazə ver uşaq öz yaradıcı potensialını da sərgiləsin tam olaraq. Yəni uşaq kimi böyüsün də, qadağalardan uzaq. Amma əlbəttə ki, mənfi nəsə eləyərsən, onu yönləndir, istiqamətləndir. Bəs sən nə üçün bələdçisən, yön verənsən? Və həqiqətən komissiya heyəti də gəlir bağçalara, ən çox ona diqqət yetirir. Görün müəllim uşağı qorxutmur ki, müəllim uşağı nəyisə qadağan etmir ki, müəllim uşaqla həqiqətən əks əlaqə qururmu, cəzaya yönəlmir ki. Elə müsahibədə də komissiya heyəti də elə hər biri baxırlar. Yaxşı. İndi qaydalar yenə qeyd edirəm. Necə olmalıdır? Yəni uşaq qaydanı pozulsa, mütləq əks əlaqə qurmaq vacibdir. Yəni konstruktiv rəy vermək. Çünki rəy əslində uşağı istiqamətləndirir. Sadəcə fəaliyyətini deyil, davranışını da. Yəni mən uşağa yerində rəy versəm, əlbəttə ki, onun davranışını düzəltmək mümkündür. Baxın, qayda tərtib etdim. Baxıram, mən qayda var ki, zibili yerə atma, amma uşaq bilərəkdən zibili yerə atır. Və mən onu sonra izah etməliyəm. Yəni tez elə qaça-qaça gedim, tez deyim, ala bu süpürgə sənin, bu xəçəndaz, get oranı yığışdır. Olmaz da. Uşaqda axı onu izah etmək lazımdır. Mən yaxınlaşıram, izah edirəm ki, uşaqlar, baxın, zibili yerə atırsınız, düzdür? Otağımız çirkli olacaq. Bəs orada hər hansı bir mikroblar, viruslar yaranacaq. Bəs istəyirsiniz ki, biz xəstələnək? Əlbəttə istəmirik. Düzdür? Deməli, otağımızı necə saxlamalıyıq? Təmiz və yaxud istəsəz bununla bağlı ümumiyyətlə tərbiyə edici vasitələr hansılar idi? Sujetlər, rollu oyunlar və yaxud nağıllar, spontan bir nağıl uydurun, onu danışın. Əlbəttə uşaqları tərbiyələndirmək üçün mükəmməl bir metoddur. Yenə qeyd edirəm. Çalışın, cəzadan qaçın. Ədalətli də olsa. Baxın, uşaq tökdü, al özün yığışdır. Düzdür. Əlbəttə bu metod kimi istifadə edirik, amma nə müsahibədə, nə də ümumiyyətlə də çalışın, cəzalardan qaçasınız. Müsahibədə də qətiyyən cəza verəcəm deyə bir cümlə işlətməyin. O zaman kəsirlər, olmaz. Yəni cəzadan qaçmaq mütləqdir. Əsas odur ki, uşaqla əks əlaqə. İndi düzdür, mükafatda deyil, amma mən bunu hər zaman müdavimlərimə də deyirəm. Ayrıca görürsüz, Maria Montessori yanaşmasında, pedaqogikasında, orada da cəzaya da, mükafata da qarşıdır. Baxın, Maria Montessori pedaqogikasında belə deyir, qətiyyən uşaqlara cəza vermə, cəza uşağı qorxudur. Yəni sən onun hər hansı bir baskı, qorxu altında bu davranışı yerinə yetizdirirsən. Yəni sənin qorxun olmasa uşaq onu yerinə yetirməz. Mükafatdır ki, sən ona rüşvət verirsən. Bu cür çıxır. Deyir, ondansa əks əlaqə qur. Yəni izah elə. İzah elə ki, bir növ gözlənti kimi də nəyə görə sən bunu belə etməlisən. Daha sonra keçək prosedurlara. Vaxtımız azdır. Qaydalar yenə qeyd edirəm. Yavaş danış, asta yeri və s. və ilahi. Prosedurlar isə fəaliyyətlə bağlıdır. Qayda necə ki, mənfi davranış idi. Baxın, mənfi davranış.
uşağın mənfi davranışı var və mən istəyirəm ki, onu aradan qaldıraq. O zaman qayda tərtib edirik. 3-5-dən artıq olmur, uşaqlarla birlikdə hazırlanır. Əmr formasında və təsdiq cümləsində qətiyyən mamə şəkilçilərindən heç birində istifadə etmirik. Təsdiq cümləsində əmr formasındadır və şəkillərdən möhkəmləndirmək üçün illüstrasiyalardan, yəni şəkillərdən istifadə edirik, plakatlardan. Bir də hər biri anlaşıqlı başa düşülən sadə dildə yerinə yetirə bilən olmalıdır. İndi prosedurlar. Prosedurlar hər hansı bir fəaliyyətin ardıcıl yerinə yetirilməsidir. Bax, sırf ardıcıllıqdır. Gündəlik həyatda da biz bu prosedurlardan əslində istifadə edirik. Düzdür? Yəqin ki, hər biriniz indi %100 olmasa da, amma çoxumuz nə edirik? Yuxudan duran kimi gedirik, ərzimizi yuyuruq. Sonra misal üçün gəlib oturub səhər yeməyi yeyirik. Məsələn, əynimizi geyinirik, gedirik işə. Bax, bunun özü də prosedurdur. Görürsünüz, hər hansı bir fəaliyyətin ardıcıllığı. Hər gün durub işə gedirik. İşdə də əlbəttə yenə yerinə yetirməli olduğumuz ardıcıl fəaliyyətlər var. İmtahanı qeydiyyatdan keçmək üçün belə prosedurlar var. Yəni fəaliyyətləri yerinə yetiririk, də müəyyən prosedurlar. Onları yerinə yetirdikdən sonra biz imtahanda iştirak etmə haqqı qazanırıq. Yəni birbaşa elə adımı, soyadımı qeyd etdim, qaça-qaça gedim imtahanda iştirak etdim, belə olmur. Düzdür? Yəni müəyyən prosedurlar var ki, onu yerinə yetirməliyik. Bağçada da eynən elədir. Baxın, elə gün rejiminin özü prosedurdur. Kiminsə kamerası açıqdır, bağlaya bilmirəm. Çünki dərsdəyəm. Özünüz bağlayın. Hansı müəllimədir? Ziniyyət müəllimə. Aha. Deməli, prosedur gün rejimi. Gün rejiminin özü prosedurlardan ibarətdir. Fəaliyyətdir. Görürsünüz, nə edirik? Uşaqları səhər qəbul etdik, sonra onlar müayinədən keçir, sonra gimnastika ilə məşğuldur, sonra səhər yeməyidir, sonra tədris fəaliyyəti və s. və ilahi bu şəkildə davam edir. Görürsünüz, ardıcıllıq. Yerlərini dəyişirik, xeyr. Düzdür, ardıcıl şəkildə. Və yaxud bax, dərsə daxil oluruq. Mən sizə link göndərməsəm necə daxil olacaqsınız? Mən özüm Zoom-a daxil olmamış, linki kopya etməmiş, sizin qrupa atmamış o dərsi necə təşkil edə bilərəm? Bu da prosedurdur. Və yaxud uşaqlara nəsə öyrədirəm. Nə olur olsun. Deyək ki, rəsmdir. Mən onlara nə etməliyəm? Deməli, albom verirəm, fırça verirəm, sonra qələmlər verirəm və s. Sonra addım-addım izah edirəm. Uşaqlar da təkrar edir. Bax, birinci addım budur, ikinci budur, üçüncü budur. Bu da prosedurdur. Görürsünüz, ardıcıllıq. Əsas odur ki, bir fəaliyyətin, yəni alqoritm, ardıcıllıq deyəndə gözünüzə başqa bir şey nələrsə böyütməyin də. Deməyin, bu nə deməkdir görəsən? Ardıcıl nəyə nəzərdə tutur? Sizə nümunələr verirəm ki, yəni bu cür sırf işlərin ardıcıl yerinə yetirilməsi. Nə olur olsun. Və yaxud bax, qayçıdan istifadə aplikasiya fəaliyyəti. Deyirəm uşaqlar, bax, bu kağızdır, bu qayçıdır. Götürürük əlimizə, baxın. Kağızı belə kəsirik, kağızı qatlayırıq. Deyək ki, qarmonvari kəsim istəyirik, alındıraq. Kağızı qatlayırıq 4 bir yerdən. Sonra yavaş-yavaş bu formada kəsirik. Uşaqlar da mənim arxamca təkrar edir. Sonra açırıq, görürük, nə oldu? Bir rəsmdə, deyək ki, forma kəsmişdim, 3-4 dənə alınıbdır. Bax, bunun hər biri nədir? Fəaliyyətdir, yəni prosedur. Prosedurların sayı çox ola bilər, yəni nə qədər istəyirsiniz olar və prosedurları 3 addımda uşaqlara öyrədirik. Yəni ilk öncə öyrətmək, yəni məlumat vermək, tanış etmək lazımdır. Sonra məşq edirik, bax, izah edirəm birlikdə. Mən uşaqlara nə edirəm? Birlikdə göstərirəm, onu yerinə yetiririk və sonda da möhkəmləndirmə, onu artıq müstəqil edir, görüm həqiqətən bacarırmı, yəni konkret tapşırıq verirəm, görüm həqiqətən uşaq o prosedura yiyələnib. Uşaq proseduru pozursa, bunun 3 səbəbi var. Bir də ki, yadınıza saxlayın, proseduru öyrədərkən tərbiyəçi müəllim israrlı olmalıdır. Çünki mən proseduru uşaqda vərdiş halına gətirmək istəyirəm. İsrarlı mütləqdir. Baxın, sizə situasiya yaradar. Digər mexanizmlərdən hansını reallaşdıran zaman tərbiyəçi müəllim israrlı olmalıdır. Yoxsa ki, belə deyim, bu mexanizm uşaqlarda formalaşmayacaq. Və yaxud uşaqlar əməl etməyəcəklər. Bilin ki, prosedurlar. Çünki mən istəyirəm ki, onu vərdiş halına salım da. Bir fəaliyyəti ardıcıl yerinə yetirsin uşaqlar və mən onu vərdiş halına və yaxud əl yumağı öyrədirəm uşaqlara. O da prosedurda. Deyirəm uşaqlar, daxil olduq, suya açırıq, sonra əlimizi yaxalayırıq, sonra sabun götürürük, sabunla yuyuruq, sonra durulayırıq, sonra da qurulayırıq əlimizi, sonra da çıxırıq. Bu ardıcıllıqdır, prosedurdur əlbəttə. Və mən istəyirəm ki, bunu vərdiş halına salım. Necə vərdiş halına salacağam? Yəni bir dəfə deyən kimi uşaq onu yerinə yetirmir ki, körpə uşaqda bir də nəzər alın, orta qrupda lap deyək. Edə biləcəyi əlbəttə xeyr, onu dəfələrlə təkrar etmək lazımdır. Möhkəmləndirmək lazımdır. Konkret tapşırıq verin, başının üstə duram, görüm həqiqətən yuya bilirmi? Yəni bu şəkildə davam edir. Və müəllim israr görürsüz, yəni israr edirəm ki, uşaq onu öyrənsin. Laqeyd yanaşdırma formalaşmayacaq. Ona görə bax, pozmağın da səbəbləri budur. Əgər uşaqlar proseduru pozursa, ya müəllim məlumat verməyib, ümumiyyətlə uşaq tanış deyil prosedur haqqında, ya yetəri qədər vaxt ayırmayıb. Yəni məşq elətdirmək, möhkəmləndirmək və yaxud israrlı olmayıb. Elə bunların hər biri eyni. Yəni deməli mən yetəri qədər vaxt ayırıb uşaqlara onu möhkəmləndirib vərdiş halına salmamışam. Yəni hardasa səhlənkar yanaşmışam. Vərdişi uşaqlara necə tərcih edə bilərsiniz? Bax deyək ki, elə uşaq var adialı qoxulayaraq yatır. Mən də istəyirəm ki, onu indi bu fərqli nümunədir, amma belə deyim, eyni mənaya gəlir də. Yəni bir növ bir-birinə zidd olsa, antonim olsa da, yəni mənaya, yəni izahı tamamlayası deyə izah edirəm. Baxın, mən uşaqla istəyirəm ki, bu adialına yatmasın. Bir dəfə əlindən alıram, diqqətini yayındıram, 2 dəfə, 3 dəfə və baxıram ki, uşaq həqiqətən tərcih edir. Artıq heç adial yadına düşmür. 3-cü dəfə laqeyd yanaşsam,
Gətirib elə əzyalı gözünün önünə qoysam, uşaq da onu qoxlasa, yenə qayıtdı köhnə ayarlara. İndi gəl sən yenə başdan onu uşağa tərcih et. Anlayırsınız? Yəni ona görə deyirəm. Müəllim israrlı olmalıdır ki, onu vərdiş halına salsın və vaxt ayırmalıdır. Bax, uşaq ola bilər ki, proseduru pozur. Prosedur nədir? Baxın, adicə əl qaldır, gözlə müəllim səni görsün. Müəllim sənə söz verdikdə qalx, sözünü ifadə et. Yəni başqası söz danışanda onu sona qədər dinlə. Sözü bitdikdən sonra əlini qaldır, yenə müəllim səni gördükdən sonra söz verəcək, qalx yenə sözünü denən. Bu da prosedurdur. Və baxıram ki, uşaq həqiqətən digər söz danışarkən tez durur yerindən söz deyir. Tez xatırladıram. Deyirəm uşaqlar nə edirdik? Başqası söz danışanda nə edirdik? Digər uşaqlar mütləq ki, orada fəal uşaqlar var da. Başlayırlar onu təkrarlamağa. Bu uşaq da bir-bir onlara əməl edir. Və yaxud nə deyək, uşaqlar səs edirlər. Səs edəndə istəyirəm ki, uşaqları sakitləşdirim. Yenə müəyyən özüm üçün texnikalar seçə bilərəm. Yəni qətiyyən əlimi dodağıma qoyum və s. belə olmamalıdır. Məsələn, deyirəm uşaqlar əl çalanda nə edirik? Sakitliyi qoruyuruq, tez diqqəti müəllimə veririk. Və yaxud biraz yüksək səslə hər hansı bir sözü tələffüz edin. Özünüzün hər birinizin fərqli metodu olar. Yəni sözüm nədədir, əziz müəllimlər? Proseduru öyrədərkən mütləq israrlı olmalıyıq. Çünki ən çətin belə prosedur, yəni ən çətin belə fəaliyyəti uşaqda vərdiş halına salmaq istəyiriksə, 21 gün vaxt alır. Baxın, ən çətin prosedur 21. 21 gün, yəni 3 həftə. 3 həftə ərzində uşaqda o çətin prosedur vərdiş halına gətirib formalaşdırmaq mümkündür. Mənim müəllimlər, prosedurlarla qaydanın fərqi nədir? Baxın, hər ikisi də tədris ilinin əvvəlində mütləq ki, hazırlanmalıdır, tərtib edilməlidir, heç nədən asılı olmayaraq. Düzdür, sonradan əlbəttə dəyişikliklər edə bilərsiniz, əlavələr edə bilərsiniz, belə bir haqqınız var. Amma yenə qeyd edirəm, tədris ilinin əvvəlində hər biri tərtib olunmalıdır. Daha sonra qaydaların sayı dedik ki, məhduddur. Yəni 3-5-dən artıq olmamalıdır ki, uşaqları yəni belə deyim, məhdudlaşdırmayaq. Həmçinin uşaqlar bezməsin qaydalardan. Amma prosedurun sayı çox ola bilər. Qayda sırf davranışa köklənir. Baxın, sırf davranış. Prosedur fəaliyyətlə bağlıdır. Qaydalar, deməli, mənfi davranışa məhdudiyyət qoymaq üçün, prosedur isə hər hansı bir fəaliyyəti ardıcıl şəkildə yerinə yetirmək üçündür. Prosedurları möhkəmləndirmək üçün nə edirik? İllüstrasiya, yəni şəkillərdən, plakatlardan istifadə edirik. Prosedurları möhkəmləndirmək üçün məşq edirik. Məşq etdikcə əlbəttə möhkəmləndirmə olur. Daha sonra qaydanı pozanda əks əlaqə qurmaq lazımdır. Uşağa belə deyim, izah etmək lazımdır səbəbi. Düzdür, son anda artıq heç bir effekt almırıqsa, əlbəttə ki, əks əlaqə qursaq, kommunikativ bacarığımız varsa, effekt əldə edəcək. Amma heç bir effekt əldə etməsə, o zaman ədalətli cəza, yəni belə deyim, oyuncağı dağıtdı, özü yığışdırsın, zibili tökdü, özü aparsın, təzədən yığsın, yerinə düşsün, belə cəzadan istifadə etmək olar. Amma yenə qeyd edirəm, ən son metodu çalışın cəzadan istifadə etməyin, əks əlaqə və rəydən istifadə etmək ən gözəldir. Yəni konstruktiv rəy, əks əlaqə eynidir. Daha sonra, amma demək, proseduru pozanda heç nə gözləmir uşağı, nə cəza, nə bir şey. Sadəcə uşağa yenidən məşq edirik, möhkəmləndiririk. Yəni, misal üçün, nəyisə səhv etdi uşaq hər hansı bir fəaliyyəti ardıcıl yerinə yetirmədimi? Yenidən səsləndirəm, uşaqla birlikdə onu möhkəmləndiririk. Daha sonra, deməli, qaydalar da sadə, anlaşıqlı, başa düşülən, yerinə yetirilə bilən formada olmalıdır. Prosedurlarda əlbəttə ki, daha sonra uşaqlar qaydaları pozursa, deməli, burada illüstrasiyalardan istifadə edilməkdir. Yəni, uşaqlar qaydanı unudubdur. Yəni, şəkillə çünki xatırladılır. Və yaxud müəllim aydın şəkildə uşağı çatdırmayıb. Prosedurda da ki, yenə müəllim israrlı olmayıb ki, uşaq proseduru pozur. Yəqin ki, hardasa laqeyd, səhlənkar yanaşır. Konfliktin həllini də tez izah edim, keçirəm sual-cavaba. Baxın, müəllimlər, bağça dövründə uşaqlar konfliktə tez-tez meyil edir. Məktəbə qədər dövrdə, bir saniyə. Məktəbə qədər dövrdə uşaqlar konfliktə tez-tez meyil edir. Nəyə görə? Oyuncağımı bölüşdürə bilmirlər, hər hansı bir əşyanı bölüşdürə bilmirlər, hər hansı bir həmyaşıdımı bölüşdürə bilmir, müəllimimi. Yəni, özləri arasında mütləq bir səbəb tapılır. Yalnız məktəbə hazırlıq qrupunda uşaqlar konflikti qeyri-zorakı yolla həll edirlər. Ondan əvvəl amma biri deyir mənimdir, biri birindən dalaşır, biri birinin saçını yolur, biri birini dişləyir, bir-birinə nəst atır və s. Və müəllim bu vəziyyəti idarə etməyi bacarmalıdır. Yəni, mütləq. Əgər mən konstruktiv bir müəlliməmsə, ümumiyyətlə konstruktivlikdən əlavə, yəni mən əgər şəxsi keyfiyyətlərə malikəmsə, həqiqətən peşəkar bir müəlliməmsə, lazımi tədbirləri əvvəlcədən atıram ki, bu konflikt baş verməsin. Amma yenə də, nə qədər professional olsanız da, nə qədər peşəkar olsanız da, mütləq ki, uşaqlar səbəb tapıb o göz ardı 2 dəqiqədə tez dalaşacaqlar. Və siz o vəziyyəti çalışmalısınız ki, ən minimum xəsarət almaqla qurtarasınız, yekunlaşdırasınız. Və bunun üçün müəllim hansı ardıcıllığa diqqət yetirməlidir? Baxın, elə bu ardıcıllıq da əslində prosedurdur bir növ.
Uşaqlar konflikt edir də, dalaşırlar. Ola bilər, sadəcə sözlümü dalaşırlar, ola bilər biri-birinə nəsə atırmı, birini dişlərmi, saçınmı yolur və s. Və siz uşaqların təhlükəsizliyinə cavabdehsiniz də. Sizin vəzifənizdir ki, uşaqları şiddətin, travmanın, bullyingin hər bir növündən qoruyasınız. Uşağın da hüququdur, haqqıdır. Və uşaq konflikt edir. Bunun başına nəsə gəlsə, valideyn gəlib sizdən hesab soracaq ki, mənim uşağım nəyə görə bu vəziyyətdədir, sən hara baxırdın? Və ona görə ümumiyyətlə həmçinin vicdanlı müəllimlikdə niyə göz yumaq ki, belə bir vəziyyətdə tez nə edirəm? Baxdım, gördüm uşaqlar dava edir. Cəld davranıram. Baxın, sakitliyimi qoruyaraq mütləq təmkinli olmalı. Yəni sakitliyimi, panika yaratmaq olmaz. Yəni burdan qışqırım, səsimi atım başıma, uşaqları daha çox təşvişə soxum, narahat edim. Digər uşaqlar da qorxsunlar, narahat olsunlar. Xeyr. Bu uşaqlar dava edir. Mən sakitliyimi qoruyaraq, yəni sakit vəziyyətimi qışqırmadan, panika yaratmadan tez, amma çevik davranıram. Cəld davranıram. Cəld davranaraq tez onları ayırıram ki, mən yavaş-yavaş bu asta belə deyim, sakitliyini qorumalıdır deyəndə demir müəllim, yerində otur, sakitliyini qoru. O mənada demir. Yəni qışqırma, qışqır bağır salıb ortağı vəlvəliyə salma. Yəni burada sadəcə deyir ki, sakit ol, amma cəld davran. Yəni tez qaz, xəsarətli, bir-birinə xəsarət yetirirlərsə, hər hansı bir zərərli davranış varsa tez onun qarşısını al. Yəni ola bilər nəsti atır, tez onu əlindən al. Ola bilər ki, dişlər tez onlara arala, saçını yolur, yenə ayır. Yəni çalış ki, uşaqlar bir-birinə xəsarət yetirməsin. Ayırdan onları. Sonradan uşaqları nədəsə də günahlandırma. Yəni olmaz uşağı nədəsə də günahlandırmaq, qətiyyən. Yəni iradımı bildirim, uşağı nədəsə də günahlandırım, olmaz. Yəni mən sakitliyimi qorudum, onları ayırdım bir-birindən. İndi isə bir-birindən nəsə də bir günahlandırmadan səbəbini soruşuram. Uşaqlar, nə üçün belə dalaşdınız? Dava etmənizin səbəbi nədir? Axı biz dostuq, yoldaşıq, niyə dalaşırsınız? Və mütləq ki, əgər 3 nəfərdirsə, 3 nəfərdən 5-dirsə, 5-dən, 2-dirsə 2 nəfərin ikisindən də soruşmaq vacibdir. Yəni qətiyyən birindən soruşsun, birindən soruşmayım, qərəzli davranım olmaz. Kim iştirak edirsə, bütün iştirakçılardan. Çünki hərəsinin öz baxış açısı var, hərəsinin öz pəncərəsi var. Mənim pəncərəmdən o səhvdir, onun pəncərəsindən mən səhvəm. Əlbəttə ki, o məni günahlandıracaq, mən də onu. Uşaqlarda da eynən belədir. İnanın mənə, heç vaxt bu, belə deyim, istisna bir vəziyyət yaranmayıb. Və o deyəcək ki, oyuncağı mənə vermədi, bu dedi ki, oyuncağı mənə vermədi və müəllim nə etməlidir əlbəttə? Bir dəfə də səsləndirdim. Dedim, hə, siz deməli oyuncaq üzərində dalaşırsınız və yaxud bu stol üstündə və mənim üstümdə dalaşırsınız uşaqlar və s. İndi nə üstündə özləri dedilərsə, onu bir dəfə də onlar üçün səsləndirirəm. Sonradan isə dedim, uşaqlar, bəs necə edək ki, siz barışasınız? Axı yenə qeyd edirəm, biz dostuq. Axı biz yoldaşıq, bir-birimizdən oyuncaqlar bölüşür, birlikdə oynayırıq. Niyə belə dava edək? Bu yaxşıdırmı? Məncə yaxşı deyil. İzah etdim. Və indi onlar öz ideyalarını irəli sürə bilərlər. Amma yenə qeyd edirəm, bu sadəcə məktəb hazırlıq qrupunda əksər uşaqlar konflikti qeyri-zoraki yolla həll etməyi bacarır. O da hər uşaqda istisna, belə deyim, aid deyil. İstisnalar var. Körpə yaşlı uşaqlar necə deyəcək barışın? Bax, biri deyəcək ki, o mənə versin oyuncağı, mən barışım. Biri deyəcək, müəllim, siz deyin ki, ən çox məni çox istəyirsiniz, mən onunla barışım. Biri deyəcək ki, o stolda mən oturmalıyam, o zaman barışacağam. Görürsüz, yəni ortaq bir yerə gəlmirlər. Yəni bir-birindən kompromis tapmırlar da. Mütləq ki, orada bir problem yaranır. Və müəllim təzədən özü öz kreativ bacarıqlarından istifadə edərək, öz təxəyyülündən, fantaziyasından, xəyal gücündən, həm təcrübəsindən, nədən istəyirsiniz, yaradıcılığından istifadə edərək uşaqlar üçün yollar izah etməlidir ki, necə barışsınlar. Yəni deyir ki, misal üçün nə edir? Baxın uşaqlar, indi onları maraqlandırmalısınız. Bu aktyor bacarığından, qabiliyyətindən də asılıdır bir növ. Baxın, maraqlandırmalıyam. Çünki desəm ki, gəl o da bu oyuncaqla sən oyna, bununla da sən oyna, sakitləşin. Deyəcək, xeyr, mən mütləq ki, onu istəyirəm. Həqiqətən o qədər tərs uşaqlar var. Deyir, yox, onu verdin, vermədin, barışmıram. Və ona görə mən onları daha doğrusu maraqlandırmalıyam. Maraqlandıra bilsən, elə bir ki, konflikti həll etmirsən. Əlimə bir neçə dənə oyuncaq, indi maşınsa maşın, gəlinciksə gəlincik. Alıram, deyirəm, uşaqlara baxın, görün mənim nə gözəl oyuncaqlarım var. Nə gözəl kuklalardır, bunlara baxın, nə gözəl saçı var və s. Uşaqlar belə həvəsləndirirəm. İkisi də çox gözəldir. Hansını istəyirsiniz bununla oynamaq və s. Yəni maraqlandırsanız mütləq ki, biri deyəcək onu mənə ver, biri deyəcək bunu, yəni ortaq bir məxrəc tapmaq olur. Və yaxud mətbəx taymeri deyirlər tez-tez. Yəni mətbəx taymeri hər saat effekt verirmi deyə bilmirəm, amma ondan da istifadə etmək olar ki, 3 dəqiqəsən, 5 dəqiqəsən uşaqlarda zaman anlayışı olmadığı üçün 1 saniyədən sonra deyəcək bəsdir, oynadı, indi mənə versin. Bir də ki, yenə burada metod kimi nağıllardan, rollu oyunlardan istifadə etmək olar. Nağıl necə olur? Sırf uşaqların davranışını əks elətdirən, yəni özünüzdən uydurursunuz nağılı. Sırf o baş qəhrəmanlar bu 2 uşaq olur və yaxud 3-dürsə 3 uşaq və onlara izah edirsiniz ki, əslində dostluq etsələr necə gözəl nəticə əldə edərlər, amma belə konflikt edirlər deyə necə mənfi davranışlar olur. Yəni dostluq etsələr çoxlu yoldaşları dostları olacaq. Konflikt etsələr tək başına məyus olacaqlar. Amma demirəm ki, bu sənsən, bu sənsən, bu da sənsən. Sadəcə özümdən qəhrəman uydururam. Sonra da misal üçün tənqid etmək olar, sövq edə bilərəm ki, uşaqlar sizcə hansı uşaq doğru etdi, hansı qəhrəman düzgün davrandı və s.
Bu zamanda daha yaxşı anlayacaqlar. Bu da oldu konfliktimizin həlli. İndi ardıcılığı yenə qeyd edirəm. Nədir? Vəziyyətə deyir sakit yanaşın, zərərli hərəkətləri dayandırın. Vəziyyətə sakit, qışqırmadan, panika yaratmadan zərərli hərəkəti dayandırdım. Sonra uşaqların hisslərini mühakimə etmədən, yəni onları nədəsə də günahlandırmadan, sakitcə bütün uşaqları, bütün iştirakçıların fikrini soruşuram, nəyə görə davet etdiniz və yenidən onlar üçün bu problemi səsləndirirəm. Yəni deyir ki, misal üçün o maşını mənə vermədi, ona görə davet etdik. Deyirəm, hə uşaqlar, siz bu maşın üstündə dolaşmısınız? Bu oyuncağı, bu ayını bölüşdürə bilməmisiniz? Bir dəfə də baxın səsləndirdim. Onlar bunu qeyd etdi bu səbəbi. Mən bir də səsləndirirəm. Bəs indi biz necə edək ki, siz barışasınız? Necə etsək barışarsınız uşaqlar? Nə edə bilərik? Axı biz dostluq və s. İndi özünüz yanaşın necə istəyirsiniz. Mən dostluq deyirəm. Siz nə istəyirsiniz deyə bilərsiniz. Əsas odur ki, mülayim tərzdə, xoş tərzdə, necə deyim, uşağın qəlbinə yol tapacaq tərzdə danışasınız. Və sonra həlli yolu barədə uşaqlardan fikir soruşuram. Ola bilər ki, yola gəlmədilər, hərəsi bir fikir dedi. Sonra da mən artıq orada araya daxil oluram və onları mütləq ki, barışdırıram. Barışdırmaq mütləqdir. Çünki barışdırmasanız sonra yenə konflikt yaranacaq. Belə. Bu da oldu bizim məşğələnin idarə edilmə mexanizmləri. Ümidvaram ki, tam olaraq mənimsəyəcəksiniz. Çətin mövzu deyil. Yəni suallarla da indi möhkəmləndirəcəm. İndi əllərinizi qaldırın, bir-bir sual cavab edirəm. Bəli, oyunlar. Rollu oyunlar gözəl effekt verir. Yenə uşaqların istəsəz obrazlarını, yəni yerlərini dəyişdirə bilərsiniz ki, tam olaraq öz üstlərində, yəni empatiya hissi formalaşdırasınız. Tam olaraq anlasınlar, dərk etsinlər. Aytən müəllimə, hər vaxtınız xeyirli olsun. Məşğələnin idarə edilmə mexanizmləri nə üçün vacibliyini qoruyur? Qeyd edə bilərsiniz. Bizim dərsimizin daha effektiv nəticəyə çatmaq üçün, uşaqların marağının əsasən dərsə yönəlməsi üçün, öz aralarında səs-küy olmaması üçün, vaxtımıza düzgün səmərəli işlətmək üçün. Ay, sağ olun. Yəni əslində konflikt yaransa və ya uşaqlar doğru davranış sərgiləməsələr, vaxtımızı boş-boşuna itirmiş olaraq. Düzdür. Hansı mexanizmlərimiz var? Hansı mexanizmlər? Gözləntilər, qayda, prosedur və konflikt. Gözlənti, qayda, prosedur, bir də ki, konflikt həlli. Düzdür. Bunlardan hansı dedik, mənfi davranışa məhdudiyyət qoymaq üçün nəzərdə tutulur? Yəni sırf mənfi davranışı aradan qalır. Aha, qaydalar. Qaydaların sayı nə qədər olur? 3-5 olmalıdır. Təsdiq cümləsində olmalıdır, inkarda olmamalıdır və əmr şəklində olmalıdır. Aysel, nəyə görə çox olmalı deyil qaydalar? Nə üçün çox ola bilməz? Yəni uşaqlar onu başa düşsün, yadında saxlaya bilsin deyin. Onların o qədər də tam da uzun müddət yaddaşı olmadığına görə 3-5 dənə qaydanı onların beynində saxlaya bilmək, məsələn bir məşğələ boyunca məsələn 3 dənə qayda, o ancaq yəni onları yerinə yetirə bilər də. Uşağa uyğun olmalıdır. Uşaq onu qayda yəni odur ki, müəllim tərbiyəçi deməklə onu reallaşdıran uşaqdır. Uşaq yerinə yetirəcək də. Uşaq da yerinə yetirə bilmək üçün onun belə yaddaşı, gücü, düşüncəsi, səbri ona çatmalıdır. Ay sağ olun. Düzdür. Həm yerinə yetirə bilsin, yadında saxlaya bilsin, həmçinin bezməsin, sıxılmasın. Çox qayda olsa, sanki uşağı məhdudlaşdırırıq, düzdür? Bir qəfəsə salırıq sanki uşağı. Ay sağ olun. Çox sağ olun Aytən müəllimə. Süleymanov Aysel. Az verəcəm sualları. İstəyirəm ki, hər kəs 3 dənə də olsa sual cavabda iştirak etsin. Əl işarələrində kim sual cavab olur, aşağı salsın. Süleymanov Aysel. Biraz zəld olun müəllimə. Hər vaxtınız xeyirli olsun. Demək, Aysel müəllimə, siz mənə deyin, fəaliyyətlə bağlı olan hansı mexanizmdir? Fəaliyyətlə bağlı olan prosedur. Prosedur. Prosedur, deməli, ən çətin prosedur olsa, neçə gün ərzində uşaqda formalaşdırır? Yəni, ən çətin proseduru neçə? 3-4 gün. 3-4 gün olarmı ki? Vurğuladım, həftə ilə də qeyd etdim hələ. 21 yaxşı. 21 gün, ay sonra 3 həftə edirəm o da. Yaxşı, sonra siz mənə deyin, prosedurların sayı çox ola bilər, yoxsa qaydaların? Prosedurun sayı çox ola bilər, qayda 3-4-dən artıq ola bilməz. Yəni, olması daha yaxşıdır. Düzdür. Qaydaları möhkəmləndirmək üçün illüstrasiyalardan istifadə edirik, yoxsa prosedurları? Bəli, qaydalarda istifadə olunur. Gözləntilər neçə cür olur? Gözləntilər 2 cür, müsbət gözlənti, bir də mənfi gözlənti. Düzdür. Çox sağ olun. Gülü müəllimə. Siz də sağ olun müəllimə. Gülü müəllimə Əliyeva. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Hər kəsin qəlbinə yol tapmaq
Hansı bacarığı tələb edir? Kommunikativ. Kommunikativ. Düzdür. Hə, Tərbiyəçi müəllimin valideynləri uşaqları maarifləndirməsi hansı bacarığı tələb edir? Gnostik. Özünü inkişaf elətdirmək, peşəkarlıq səviyyəsini artırmaq. Hmm, e, Aha. o Nasıl o da olar? o da Aha. gnostikdir də müəllimə. Gnostik bacarıq hansı İdrak, inkişaf sahəsilə əlaqəlidir? idrakdir də, idrakla əlaqədardır müəllimə. İdraçla. Ay sağ olun. Çox sağ olun. Aytən müəllimə. Sağ olun, sağ olun. Chat bölməsinə yazın baxıram. Aytən müəllimə. Sürəyə müəllimə. Bəli, müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyirli olsun. Sürəyə müəllimə, gözləntilərdən müsbət mənfini mənə izah edin. Müsbət gözlənti nədir, mənfi nədir? Müəllim, gözləntilər bildiyimiz kimi iki cürdür. Mənfi gözləntilər və müsbət gözləntilər. Müsbət gözləntilər əsasən uşaqların psixologiyasına, emosional hisslərinə daha yaxın, yəni onları ruhlandırmaq, stimul vermək, onların gələcək həyatda daha da nailiyyətlərini artırmaq üçün istifadə edirik. Bunun üçün də müxtəlif dəstəkləyici ifadələrdən istifadə edirik ki, onların davranış və fəaliyyətində ötürdüyümüz mesajlar özünü doğrultsun. Deməli, müsbət gözləntilər daha yüksək effektiv olur. Mənfi gözləntilər isə uşaqları daha da stimuldan salır, onları gələcək inkişaflarının qarşısını alır. Ona görə də uşaqlara biz, məsələn, deyirik ki, mən inanıram ki, hər şey gözəl olacaq, sən də daha yaxşı alınacaq, sən hər şeyə layiqsən, sənin etdiyin, çəkdiyin şəkil çox gözəldir, bundan da qəşəng şəkillər çəkə bilərsən deyib uşağa daha da müsbət gözləntilər, ondan gözlədiklərini uşağa çatdırmalısan. Amma mənfi gözləntilər deyəndə uşağı elə bir ki, bir növ həvəsdən salırıq, onların hisslərini daha da aşağı çəkirik. Məsələn, deyirik ki, onsuz da səndən heç nə alınmayacaq, sən bacarmırsan, sən hamıdan geridə qalırsan deyib uşaqlara deməli həvəsdən salırıq. Ona görə də çalışmaq lazımdır ki, uşaqlara həmişə müsbət gözləntilər verək. Daha effektiv olmağı üçün müsbət gözləntilərdən istifadə etmək daha münasibdir. Yaxşı. Gözləntilər hansı istiqamətdə aparılır? Gözləntilər 3 istiqamətdə aparılır. Birinci, hamıya hörmətlə yanaş, sonra məsuliyyətli ol, bir də təhlükəsizliyə riayət elə. Məsuliyyətə aid mənə sual, situasiya yaradın. Heç kimə mane, sakit otur, heç kimə mane olmayaq. Ki, oyuncaqlarla ehtiyatlı davranın və yaxud oyuncaqları döydükdən sonra onları yerinə yığın. Yerinə yığmaq lazım. Tapşırığı vaxtında yerinə yetirin. Oynayandan sonra onları yerinə yığmalıyıq. Yeməkdən əvvəl əllərinizi yuyun. Əllərimizi yumalıyıq, bəli. Gəzirdikdən sonra əllərinizi yuyun. Bəli. Bu kimi gözləntilər qurulur. Yaxşı, çox sağ olun. Günel müəllimə. Bəli, müəllimə, axşamınız xeyir. Digər müəllimlər əl işarəsini aşağı sal. Hər vaxtınız xeyirli olsun. Günel müəllimə, deməli siz mənə təhlükəsizliklə bir də hörmətlə bağlı nümunələr verin. Ümumiyyətlə, hörmətlə bağlı gözləntilər necə olmalıdır? Təhlükəsizliklə bağlı gözləntilər necə olmalıdır? Müəllimə, hörmətlə bağlı, yoxsa təsdiq? Buyurun. İçəri metodist tərbiyəçi və yaxud müdir daxil olanda uşaqlara başa salmaq lazımdır ki, yəni ayağa qalxmaq lazımdır, nənə, baba, ümumiyyətlə valideyn. Təhlükəsizlik də, yəni məsəl üçün aplikasiya məşğələsi uşaqlar qayçıdan istifadə edən zaman onlara başa salmaq lazımdır ki, ehtiyatlı olaq ki, bir-birimizin gözümüzə xəsarət yetirə bilərik və yaxud uşaqlar dəhlizdə musiqi zalına gedərkən qaçmaq olmaz ki, toqquşarıq, yıxılarıq, dizimiz qaynayar, nəsə də belə bir təhlükə ilə qarşılaşa bilərik. İnkar cümləsindən istifadə edirik gözlənti qurarkən. Yəni, qaçmaq olmaz deməli, yoxsa qaçsaq xəsarət alarıq? Uşaqlar, biz əgər, yəni o cümləni elə qurmalıyıq ki, yəni inkar kimi hiss olunmasın da, yəni təsdiqdə hər hansı bir situasiyanı gətirməliyik ki, amma o necə başa salmaq, inkara köklənir, kökləməyir, amma onu təsdiq formada işlədirik. Yaxşı, konflikt həlinin ardıcıllığını sayın. Konflikti necə həll etmək lazımdır? Hansı addımlar, hansı ardıcıllıqla atılır?
yerinə Deməli, yetirilir. müəllimə, birinci hadisənin baş vermə səbəbini araşdırmalıyıq. Yəni orada 3 uşaqdır, 5 uşaqdırsa, neçə nəfərdirsə, yəni onların hər birisindən bir-bir onun ayrı-ayrılıqda səbəbini soruşmalıyıq və bu konflikt baş verən zaman, yəni xaos, qışqırmaq, yəni uşaqları belə kobudcasına rəftar etmək olmaz və onun səbəbini araşdırandan sonra və və o uşaqları sonda barışdırmaq lazımdır. Bir sözlə müzakirəni yəni həll etmək lazımdır, yerinə yetirmək lazımdır ki, bir daha həmin konflikt baş verməsin. Tərbiyəçi müəllim hər hansı bir məlumatı nəql edirsə, deməli hansı bacarığından istifadə edir? Bacarıqlarınız Necə hansılardır? müəllimə? Bacarıqlarınızın pedaqoji bacarıqları. Konstruktiv bacarıq, kommunikativ, gnostik bunları deyirsiniz Aha, müəllimə? bəli, bəli. Tərbiyəçi müəllim hər hansı bir məlumatı nəql Gnostik edirsə, nəql bacarıq, etmə. gnostik bacarıq. Ay sağ olun, qnostik. Düzdür. Bəs misal üçün mən məşğələyə gəlirəm və uşaqlara əyani vəsaitlərdən istifadə edirəmsə, ümumiyyətlə maddi texniki baza hansı bacarıqdan asılıdır? Düzgün təşkili və yaxud güşələrin düzgün təşkili. Tədbirli, hazırlığı olmaq, proaktiv tərbiyəçi olmaq, bunlar hamısı konstruktiv bacarıqdır müəllimə. Planlı olmaq, proqnozlaşdırmaq, nümunəvi yəni olmalıdır müəllim. Ay sağ Hər ol. şey yerbəyerdə olmalıdır. Ay sağ ol. Proqnozlaşdırma, təxmin etmə konstruktiv bacarıqdır. Yaxşı, bəs mənə deyin, əgər ki mən uşaqlara nə edirəm deyək ki, hər hansı bir şənlikdə və şənlikdə iştirak etmək üçün onların rollarını bölüşdürürəm, onlara müəyyən tapşırıqlar Təşkilatçılıq verirəm. bacarığı müəllimə. Təşkilatçılıq bacarığı. Yaxşı, çox sağ olun. Fidan müəllimə İbrahimova. Siz sağ olun. Bəli, müəllim, axşamınız Hər vaxtınız xeyirli olsun. Fidan müəllim. Deməli, siz mənə deyin, məşğələnin idarə edilmə mexanizmlərindən hansı idi ki, onu pozduqda uşaqlar yenidən təkrar etmək, möhkəmləndirmək lazımdır? Hansı prosedur. mexanizm? Prosedurlar. Düzdür. Alqoritm, ardıcıllıq dedikdə hansı mexanizm nəzərdə tutulur? Bu da prosedur. Hansı təlimatlar sistemidir? Təlimatlar sistemi. Hansı mexanizmdir? Bir sıra təlimatlar sistemidir. Normal tədris O mühitinin qorunub qayda saxlanılması belə. üçün. Bilmirəm. Yox, Normal gözlənti. Aha, gözləntilərdir, düzdür. Gözləntilər geniş olur. Bəli, Yoxsa- bəli, geniş olur. Geniş dedikdə nəyi nəzərdə tuturuq? Geniş şeydə ayda. O bilir bilmək müəllim. Yəni hamını Bilirsiniz bütün məncə. insanlara əhatə edir. Ay sağ olun. Ay sağ olun, düzdür. Gözləntilərin sayı çox olmalıdır, yoxsa məhdud? Məhdud. Sadəcə məhdud olmalı. Ay sağ olun. Gözləntilər davranışla bağlıdır, fəaliyyətlə. Davranışlandır da müəllimə bu da. Müəllimin hansı peşə bacarığıdır ki, tərbiyəçi müəllim konflikti belə bu bacarıq sayəsində, belə deyim, stabil bir vəziyyətə salmağı bacarır, sakitləşdirməyi bacarır. Kommunikativ. Ay sağ olun. Tərbiyəçi müəllim aqressiv valideynlə belə çox asan şəkildə dialoq qura bilirsə, düzgün əlaqə qura bilirsə, hansı bacarıqdır? Kommunikativ. Tərbiyəçi müəllim qarşıya çıxa biləcək problemləri əvvəlcədən təxmin edir, təsəvvür edir və onun qarşısını alacaq tədbirlər. Konstruktiv. Düzdür. Öz həmkarlarının təcrübəsindən yararlanmaq və yaxud öz təcrübələrini həmkar qnostik. Qnostikin özü də iki yerə bölünürdü. Hansı idi? Hansı idi? Fərqlilik. Fərqli hansı idi? Necə adlanır fərqlilik? Səslər kreativlik. Fidan müəllimə, səsi yenidən açın. İki yerə Kreativlik. ayrılır, fərqli idi. Bir də ünsiyyət. Ünsiyyət olmaz. Elə. Kreativlik. Biri də Biri nə yadına. olar? Diaqnostikdir və yaxud baxın, həm didaktik qabiliyyətimiz burada öz əksini tapır. Yəni məlumatı qarşı tərəfə aydın çatdırmaq. Diaqnozda yəni uşaq psixologiyasını bilirəm deyə onları müşahidə edərək müəyyən bir qənaətə gələ bilirəm. Onunla da əlaqəlidir. Yaxşı, yaxşı. Çox sağ olun. Çox sağ olun. Siz sağ olun. Arada dalıram, gedirəm. Leyla müəllimə. Bəli, axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyirli olsun. Deməli, Leyla müəllimə, siz mənə deyin. Deməli, hansı mexanizm idi ki, əmr formasında təsdiq şəklində yazılmalıdır və əmr formasında bir də uşaqlarla birlikdə hazırlanmalıdır ki, uşaqlar ona daha çox əməl etsin. Qaydalar idi. Qaydalar. Qaydalar.
Düzdür. Qaydalar necə olmalıdır? Qaydalar sayı 3-5-dən artıq olmamalıdır. Şəkillər əsasında uşaqlarla birlikdə hazırlanmalıdır. Son, yəni mənfi sözlərdən istifadə etmək olmaz. Yəni, əslində orada sözdən çox daha çox şəkildən yadda saxlayır qaydaları. Düzdür, şəkillər, bəli. İllüstrasiyalarda Yəni möhkəmləndirmək üçün. birinci Yaxşı, uşaq mərhələdə qaydanı pozarsa, hazırlanmalıdır. uşaq qaydanı pozarsa ən gözəl effekt bizə nə verər? Ən gözəl nəticəni nəyindən alarıq? Nədən istifadə etsək? E, Qaydaları pozarsa uşaq. Ha? Yəni biz gözlənti, yəni Onun üçün bir konstruktiv şeydir. yanaşma olmalı. Konstruktiv Ay yanaşma sağ ol. olmalıdır. Yəni Ay sağ olun. Konstruktiv yanaşma. Yəni izah etmə ki, nəyə Bəli, görə izah uşaq bunu pozdu və onun səbəbini izah edirsən ki, bir də onu o addımı və atmasın. bəli, bu qayda Çünki pozularsa yenə hansı qeyd edirəm, bağçada uşaqlar cəza başlanır? körpədir. Düzdür. Bəli. Əlbəttə nizam-intizam üçün o dağıtdığı bir şeyi özü də yığışdıra bilər, amma bunu cəza kimi qəbul etməməlidir uşaq. Anlayırsınız? O zaman artıq qorxaraq, çəkinərək o addımı atacaq. Amma yenə də yenə qeyd edirəm, son addımda əlbəttə cəzalar olar. Son addımda. Yəni, Müəyyən qaydalardan cəza prosedur zamanında istifadə etmək çox, yəni effektiv Ay sağ təsir ol. göstərir. Ay Məsələn, sağ ol. qaydalar çərçivəsində səssizliyə riayət etmək bir şəkil olarsa, Ay proses sağ ol. zamanı məsələn, məşğələ zamanı, o xaos zamanı, adi əlvi məsələn, o səssizlik şəklinə, yəni asta danışmaq şəklinin üzərində qoyanda artıq uşaqlar o qayda yadlarına düşür və sakitliyə riayət Ay sağ edirlər. olun. Bəli. Əla. Yaxşı. Sonra siz mənə deyin. Baxın, əgər mən uşaqlara desəm, uşaqlar, gəzintiyə çıxırıq, yerinizdən durun, masanızı düzəldin, əyninizi səliqəyə salın, əyninizi geyinin, sonra sıraya düzülün, mənim təlimatımla yavaş-yavaş çölə çıxın. Bu qaydadır, prosedur. Burada əslində müəllim həm qayda var, həm prosedur vardır. Yəni prosedur davamlı şəkildə gedir hadisələr, amma qaydalara da riayət etməliyik. Yəni biz intizamlı Ən çox. olmalıyıq. Situasiya Ən belə çox yaratsa sizə prosedurdur. deməyəcək. Ay, sağ Bəli, olun, müəllim. prosedur. Prosedurdur. Yəni Prosedurdur, çünki əsasən prosedur sabit suallar olur. nə Bəli, ilə bağlıdır imtahan. ümumiyyətlə prosedur? Davranış yoxsa fəaliyyətlə? Fəaliyyətlə bağlıdır. Yəni biz Fəaliyyətlə fəaliyyətimizi davam bağlıdır, düzdür. Hər hansı bir işin ardıcıl yerinə yetirilməsi. Fəaliyyət yəni iş. Yaxşı, müəllimin hansı peşə bacarığıdır ki, bu bacarığı vasitəsilə tərbiyəçi müəllim uşaqları ictimai işlərə sövq edəndə yenə onlar arasında işi düzgün şəkildə bölür və təşkil edir. Hansı bacarıqdır? Təşkilatçılıq bacarığı. Düzdür. Əgər ki, mən problem baş verdikdən sonra o problemi həll etməyə başlayıramsa, deməli məndə hansı bacarıq yoxdur? Bunu da cavablayın keçim digər müəlliməyə. Kommunikativ. Xeyr, problem baş verib, mən sonradan əl-ayağa düşürəm. Hansı olacaq? Yəni təxmin etmə, proqnozlaşdırma bacarığım yoxdur, təsəvvür etmirəm. Tədbirli deyiləm, hazırlıqlı deyiləm. Konstruktiv bacarıq yoxdur müəllim. Bəli, Konstruktiv. Çox sağ olun Nuray müəllimə. İyi yazılan. Sağ ol. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyirli olsun. Bəli, işte. Nuray müəllimə, bax siz mən deyin, tərbiyəçi müəllim deyir ki, uşaqlar konflikt edir. Bunu gördükdən sonra yaxınlaşdı, tez onların zərərli hərəkətini dayandırdı. Sonra uşaqları nədəsə mühakimə etmək olar. Uşaqları nədəsə günahlandırmaq olar. Bu doğru addım Xeyr, hesab ediləcək, yanlış. Ay sağ olun. Xeyr, Bəs necə yanlış yanaşmalıyıq bu vəziyyətə? Onların zərərli hərəkətini dayandırdıqdan sonra tərbiyəçi nə etməlidir? Necə davranmalıdır? Onların hissini mühakimə etmədən qəbul eləməlidir. İştirak edən uşaqların fikir bildirmələrinə icazə verməlidir. Dinləməlidir onları. Onları dinləməlidir, Hər sonra da yolu barışdırmalıdır, qarşısına düzdür? Bəli. Həm barışdırmaq üçün hansı addımlar atmalıdır? Yəni necə edə bilərsiniz? Misal üçün siz görürsünüz uşaqlar dava edir, indi mən onları barışdırmalıyam. Yəni siz barışdırmalısınız. Necə etməlisiniz? Nə edərsiniz? Hansı üsullar, metodları tətbiq edərsiniz ki, uşaqlar barışsın? Məsələn, orada timer var idi. Oyuncaq üstündə dalaşırsa uşaqlar siyahı tutmaq, sonra timerdən istifadə etmək olar, vaxt qoymaq. Aha. Yaxşı. Bəs sizə ki, uşaqlar barışmır, dava edir yenə. Bu dava edən uşaqları hansı iş formasına sövq etsəm, məqsədimə çatmayacam. Konfliktdə olan uşaqları hansı iş formasına sövq etmək məqsəd uyğun deyil? Hansı iş formasına? İş formalarımız hansılardır? Bilirsiniz, xatırladım. Cütlərlə fərdi kollektiv idman.
Ay, sağ olun. Fərdi, cüt, qrup, kollektiv, bir də yarım qrup, 1-3 yaşda. Yaxşı, indi Bəli. siz mənə deyin, hansında mənim məqsədim uşaqların ən yaxından əməkdaşlığını təmin etməkdir. Amma konfliktdə olsalar Fərdi, uşaqlar hansı? fərdidə, Fərdidə uşaq tək fərdidə başınadır. Burada heç kimlə əməkdaşlıq edəcək, öz-özünlə. düşünürəm. Baxın, görün nə dedim cümləmə. Dedim ki, ən yaxından əməkdaşlığı təmin etməkdir məqsədim və uşaqları bu iş formasına sevk Cütlərlə. etməkdə. Ay, sağ olun, cütlərdir. Düzdür. Deməli, uşaqlar konfliktdə olsa, mən uşaqları cütlərlə iş formasına sövq Ən etsəm, yaxın məqsədimə əməkdaşlıq olmaz. çatmayacam. Ay, sağ olun, məqsədimə necə çatmayacam? Çünki məqsədim nədir? Onlar dostluq etsin, əməkdaşlıq etsin, Bəli. amma konflikt edəcəklər. Ay, sağ olun. Yaxşı. Müəllimin hansı peşə bacarığıdır ki, bu bacarıq əsasında tərbiyəçi müəllim tədqiqatlar aparır, axtarır, araşdırır və yeni metodlar öyrənir. Yəni innovativ. Hansı Qnostik, bacarıq? Qnostikdir. qn- Yaxşı, bir dənə də sual verim. Tərbiyəçi müəllimin uşaqlara məlumatı asan şəkildə ötürməsi və yaxud materialları asan şəkildə hazırlaması üçün hansı bacarığa ehtiyacı var? konstruktiv, Xeyr, təşkilatçılıq, xeyr. İdraçla bağlı hansıydı? qnostik. Plastikdir. Çox sağ olun. Aytən müəllimə. Salam müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir. Aytən müəllimə. Siz mənə prosedurlarla qaydanın fərqini izah edin. Fərq nədədir? Yəni prosedurların sayı çox olur müəllimə. Qaydalar amma məhdud sayda olur. Daha sonra qaydalar yəni inkarda yox, təsdiqdə olur. Sayı məhdud olur, inkarda yox, təsdiqdə olur. Müsbət dildə olmalıdır. Daha sonra qaydaları illüstrasiyalarla biz uşaqların diqqətinə çatdırmalıyıq. Yəni Möhkəmləndirir. qayda pozulduqda cəza tətbiq olunur, amma prosedurda sadəcə məşq etdiririk. Qaydalar davranışla bağlı olur. Yəni uşaqlar ciddi təhlükə yaradan zaman biz onları necə deyim, tətbiq edirik, amma prosedurlar isə hər bir işin yəni icrası zamanı ardıcıl şəkildə yerinə yetirilir. Ay, sağ olun. Yenə qeyd edirəm, normalda əlbəttə ki, qaydanı pozanda cəza gözlərir. Bu belədir. Yəni bu reallıq budur. Bəli. Amma yenə uşaq yönümlü yanaşmada deyil cəzadan istifadə etmədə. İndi belə deyir. Ona görə sizə vəziyyətdə yaradanda diqqətlə oxuyun, görün daha hansı səmərəlidir. Məsələn, ola bilər ki, situasiyada deməyəcək də cəza. Vəziyyət yaradacaq ki, müəllim bu addım atmalıdır, yoxsa bu addım atmalıdır. Cəzaya yönəlik addımı çox da belə seçməməyə çalışın. Amma yenə də əlbəttə ki, normal olaraq qaydanı pozanda cəza verilir. Yaxşı. Bircə nüansı qeyd edim. Vaxtımız az qalıbdı müəllimlər. İndi bundan sonra dərsim var deyə ödənişli qrupun dərsi var. Ona görə Zoom-dan yekunlaşdıracağam. Amma 6-cı günü, şənbə günü çox təşkil edəcəm. Yəni 3, ola bilər ki, 4 Zoom. Yəni onda daha uzun olacaq dərs. Amma bu gün yəni biraz tez yekunlaşdıracağam çünki dərsim var. Bundan sonra yəni Zoom göndərməyəcəm. Link göndərməyəcəm. Deməli, siz sağ olun. Aytən müəllimə, sonra siz mənə deyin, hansı tərbiyəçi müəllimin deməli, qabiliyyətidir ki, qabiliyyətləri bilmiş olarsınız. Hansı qabiliyyətidir ki, uşağın emosional vəziyyətini anlayır? Hansı qabiliyyətdir? Perspektiv qabiliyyət, müəllimə, daxili aləminə nüfuz edə bilmək. Ay, sağ olun. Təlqin edici hansı idi? Suggestiv qabiliyyət, emosional Uşaq iradi deyək ki, cəhətdən. Ay, sağ olun. Uşaq ola bilər ki, hər hansı bir tərəvəzi yemək istəmir və yaxud meyvəni və yaxud yeməyi və mən tez o tərəvəzin adından, meyvənin adından başlayıram danışmağa, uşağı maraqlandırmağa və yönləndirirəm, yəni onu yesin də, elə bir onda maraq yaradıram. Bu zaman hansı qabiliyyətimdən istifadə edirəm? Suggestiv qabiliyyət. Yəni bilmirəm, rola girirəm. Deyirəm ki, bax sən məni yesən, çox güclü olacaqsan. Aktyorluq qabiliyyəti, mənim aktyorluq. Yaxşı, Aktyorluq düzdür. qabiliyyəti. Düzdür. Bəs deyək ki, uşaq nə etdi? Mən görürəm ki, hər hansı bir qrupa nə daxil olub? Arı daxil olub, qrupa deyək ki, arı daxil olur, yayda gəlir və uşaqlar başlayır, onu görür, qışqır bağır salır. Mən bu vəziyyətdə təmkinliyimi qoruyub və o vəziyyəti sakitləşdirirəmsə, uşaqlarda o təşvişi aradan qaldırıramsa, deməli məndə hansı qabiliyyət formalaşıb? Baxın, təmkinliyimi qoruyuram. Panikaya düşmürəm. Konstruktiv də olur mu, yoxsa? Bilmirəm, emosional vəziyyətimi. Şəxsi qabiliyyəti, şəxsi işçi qabiliyyəti.
Şəxsi qabiliyyətdir, düzdür. Ay sağ olun. Düzdür. Əslində sadəcə bir qabiliyyətdən mən düşünürəm ki, istifadə olunur. Əslində kompleks istifadəsi daha yaxşıdır. Məsəl üçün, baxın, mən şəxsi qabiliyyətimdən qoruyaraq öz stabil vəziyyətimi sakitləşdirdim. Amma uşaqların diqqətini yayındırmaq bu artıq təlqin edici də ola bilər, emosional vəziyyətinə təsir etmək. Eyni zamanda aktyorluq da ola bilər. Uşağın diqqətini yayındırıram, qəşəng sözlər seçərək də ki, o arı onlarda qorxu yaratmasın. Yəni orada aktyorluqdan da istifadə edə bilər. Yəni sadəcə bir qabiliyyət deyil, yəni kompleks şəkildə daha gözəl nəticə verir. Əgər vurğu görsəz ki, vurğu sırf o müəllimin mən dediyim kimi stabil vəziyyətini saxlamaqda, yəni təmkinli davranmağındadırsa, o zaman bəli, şəxsidir. Aha.